Onlar həqiqətən yalancıdırlar. Aləmin mənası var. Aləmin mənası imamətdir. İmamət olmayandan sonra eynən o əməllərdən ki, zahiri düzdür, amma içində islat yoxdur. Həccin, namazın, ibadətin ruhi imamətdir. De, mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam. Pərvin Yetisamı deyər ki, biri çox kasıbıdır, gedəydi bu xərməndən buğdanı götürəndən sonra cüdəydi biri xərmən götürə, xərmən sala buğdanı götürə, sonra bu da gedəydi, o buğda çıxalıb yerdə götürə bilməyib da, onları bir-bir yığəydi, yaz ətəynə buğda yığışaydı bunun. Bir gün gələndə dedi, ay pərverdigara, axı day bə mən nə qədər bu cür bir-bir buğda yığacaq, bir-bir buğda yığmaqla axı adam bir yerə çatmaz ki. Axı, mənim bir dücünümü aç da. Bunu deyəndə bu yazlığın ətəyinin dücünü açıldı, yığdığı da dağıldı. Dedi, Xudaya, hələ indiyənəcəm, nəuzurullah başa düşməyibsən ki, bu dücün o dücündən fərq edir. Dedi, Xudaya, hələ indiyənəcəm, nəuzurullah başa düşməyibsən ki, bu dücün o dücündən fərq edir. Bu insan Allahın dini ilə istehza edərək böyük küfür edir. Onun danışdığı cahil insanların danışdığı lətvələrdən heç bir fərqi yoxdur. Onlardan sorursan, biz ancaq söhbət edib zarafatlaşırdıq, deyə cavab verərlər. De, Allaha, onun ayələrinə və Peyğəmbərinə istehza mı edirsiniz? Üzr istəməyin, siz iman gətirdikdən sonra artıq kafir oldunuz. Ağa, güddülər 15 gündən sonra Əli gəldi. Elə ki, Əli gəldi, Peyğəmbər gəldi qabağa, gördü, Xudaya, bu ayaqlar belə partlayıb. Görübsən də nə qədər vəhşi daşdı. Əmir Əleyhisselam nəhsü balağa deyildi. Allah niyə bu vəhşi daşları intiqab elədi özünə ev? Dedi, getdi o, sadə kişiydi da, kəndə Əliydi, hardan getmişmiş, çox sadəymiş. Amma ürək safımış. Getdi Məkkiyə, bəli, getdi Məkkiyə, baxdı Allahın evinə, dedi, Xudaya, hər nədə əlin varımış, amma yurt tutmaqda batırıbsan. Dedi, Xudaya, hər nədə əlin varımış, amma yurt tutmaqda batırıbsan. Yurt tutmaqda batırıbsan. Burada yerdir gəlib özü ev düzətdiribsən. Bu insan bu ifadələri ilə nöqsansız pak olan aləmlərin Rəbbində qüsur tutaraq istehza edir. Allah bizi belə günahlara batmaqdan qorusun. Göylərdə və yerdə nə varsa, hamısı O'nundur. Həqiqətən Allah ehtiyatsızdır, şükrə, tərifə layiqdir. Müşriklər Allahı layiqincə qiymətləndirmədilər, uca tutmadılar. Həqiqətən Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir. Musa Peyğəmbər qıtlıq idi, yağış yox idi. Allah dedi ki, çıxın çöldə yağış namazı qılın. Musa Peyğəmbər hamıya dedi ki, gəlin. Çıxdılar çölə. Namazı başladılar, duanı oxudular, yağışdan xəbər olmadı. Yağış gəlmədi. Allah dedi ki, ya Musa, o cəmaatla ki, çıxıbsan, namaz qılırsan. Onun içində bir günahkar var. Nə qədər o oradadır, dua qəbul olmayacaq. Bir xəbərçi var sizin içinizdə. Onun işi budur ki, bundan ona xəbər əpərər, ondan buna xəbər gətirər. Odur ki, qəbul olmayacaq. Musa, deyəsən burada sadəlik elədi, indi düzdür Peyğəmbərdir, amma sadəlik elə belə başa düşülür da, indi deyim, gör, eləyib sadəlik eləməyib də səndə. Musa dedi ki, ilahi, yaxşı, onda o kimdir? Deyim, mən gedim onu çıxardım. Allah dedi, mən deyəm,